Çempionlar Liqasındakı təmsilçimiz Sabahın növbəti rəqibi Finlandiya çempionu Kupsdur. Siz kanalımıza abunə olun, biz isə rəqibi incələyək. Əlbəttə ki, bir tərəfdən Sabah Azərbaycan klublarının fantastik trendini davam etdirdi və bəlkə də deyərdik başladı. Belə ki, Sabah Çempionlar Liqasında çıxış etdiyindən birinci olaraq həftənin ikinci günləri məhz Sabah oynayırdı. Onun ardındansa iki Azərbaycan klubu Qarabağ və Zirə Sabahın başladığı qələbə trendini davam etdirdi. Söhbət əlbəttə ki, Azərbaycan 3 klubunun keçirdiyi 6 oyunda 6 qələbəsidir. Bu komandalar arasında ironiya ondan ibarətdir ki, elə ən səmimi, ən az fərqli hesablı qələbəni məhz Sabah qazanmışdı. Amma Sabah TNS-ə qarşı işini çox peşəkar şəkildə həll etdi. İndi isə növbədə TNS-dən daha güclü komanda olan, amma yenə də Sabahın dişinə görə ola biləcək bir Kups var. Gəlin Kupsu başa düşməyə çalışaq və bilməyə çalışaq ki, Sabah necə Kupsu məğlub edə bilər və hansı məqamlardan Sabah ehtiyat etməlidir. Bu oyunu əgər Çempionlar Liqasının elitası səviyyəsində müzakirə etsək, Real Madrid ilə Bavariya Münxenə oxşayır. Belə ki, Sabah burada Bavariya Münxendir. Onun ideal antipodu, yəni onun zəif yerlərinə rəqibin güclü tərəflərinin düşdüyü bir Kups var. Kupsun özəlliyi nədən ibarətdir? Belə ki, ilk öncə gəlin şərti bir metrikdən çıxış edək, başa düşməyə çalışaq ki, klubun, komandanın öz dəyəri nə qədərdir? Bu da transfer marketdir. Belə ki, biz orada görürük ki, Kupsun komanda dəyəri hardasa 6 milyon avro, Sabahda isə bu rəqəm 3 dəfə artıqdır. Yəni bu artıq ilkin təəssüratları formalaşdırmaqda bizə kömək edir. İkinci tərəfdən Finlandiya Azərbaycandan fərqli olaraq əlbəttə ki, Şimali Avropada olduğundan orada çempionat yaz payız sistemi ilə gedir. Martın əvvəli başlayıb noyabrın axırı bitir və Finlandiya çempionatında artıq 16 maç keçirilib və bu maçlardan sonra Kups liderliyi ələ keçirib, amma Kupsun liderliyi o qədər də inamlı deyil. Belə ki, komanda hardasa çıxış etdiyi, oynadığı oyunların yarısında qələbə qazanmayıb. Bu da bir tərəfdən Finlandiya çempionatında dominant gücün olmadığını və hardasa çox bərabər çempionatın getdiyini göstərir. Əslində bunu mən sizə deyəcəm ki, bu Sabahın xeyrinə olan bir faktordur. Yəni dominant komandaya qarşı oynamaq həmişə çətindir və ya həmin dominasiyanı sındıran komanda həmin mövsüm nə qədər güclüdür, bu da daha bir bəd xəbərdir. Finlandiya çempionatında belə bir şey yoxdur. Mən isə uzağa getmərə gəl Azərbaycan çempionatının nümunəsində göstərə bilərəm ki, Azərbaycan çempionatının dominant komandası Qarabağdır, lakin Sabah ötən mövsüm bunu qırdı və ya Sabahın ötən ilki Avropa rəqibi olan Levski Ludogorets'in 14 illik dalbadal çempionluq seriyasını qırdı və bu da rəqibin nə qədər çətin olduğundan xəbər verirdi. Kupsla bağlı eyni şeylər deyə bilmərik. Finlandiya çempionatı ümumilikdə Azərbaycan çempionatından da belə aşağı səviyyədə olan bir çempionat hesab olunur. Gəlin Kupsu başa düşməyə çalışaq. Kups ikili adaptiv formasiya ilə oynayır. Belə ki, öz çempionatında komanda lider olduğuna görə, həm hazırki çempion, həm hazırki lider olduğuna görə Kups hardasa 4-3-3 formasiyasına əl atır. Burada əsas məqsəd əlbəttə ki, hücum fazasında mümkün qədər çox oyunçunu topla təmin etməkdir. Lakin əgər Avropadan söhbət gedirsə, biz ötən mövsümdə və eyni zamanda bu mövsüm Vardarla maçlarda gördük ki, Kups daha konservativ 4-4-2 formasiyasından istifadə edir. Burada əsasən əgər biz bunu Kups kimi göstərsək, göyləri həm 4-3-3-də, həm 4-4-2-də, həm 4-2-2-2-də double pivotdan istifadə edir. Double pivot ümumiyyətlə Kupsun oyununun bir növ ana qayəsidir və bütün hücumlar məhz həmin bu iki futbolçuya topun gəlib bunlardan sirkulyasiyasından başlayır. Və burada əlbəttə ki, iki vacib futbolçu, onlardan biri Penanendir, digəri isə Qaskdır. Xüsusilə Qaskdan diqqətli olmaq lazımdır. Çünki biz Qaskı hardasa Umarali Rahmanaliyev və ya Qarabağda Yankoviçlə müqayisə edə bilərik. Qask həm oyunun ritmini diktə edir, həm də ki, bir növ Declan Rice kimi də hücumun birinci fazasının təşkilinə cavabdehdir. Ona görə də Sabahın Qaska qarşı xüsusi oynaması çox vacib olacaq. Digər tərəfdən isə komanda fiziki cəhətdən yaxşı olduğuna görə normal səbirli build-upla yanaşı, görəndə ki, rəqib man markingdən istifadə edir və ya ümumiyyətlə zonasında yerləşir, uzun toplarla da keçidlərdə rəqibi cəzalandırmaqdan çəkinmir və uzun topları da qazanmaq üçün adətən hücum fazasında Kupsun iki futbolçusu olur ki, komandanın əsas məqsədi uzun hava toplarını həm qazanmaqdır, həm də sonra ikinci topa yiyələnməkdir ki, təhlükəli epizodu özü mövqeyinə otura bilməmiş rəqibə qarşı istifadə edə bilsin. Biz Sabahda da bu datadan istifadə edəcəyik. Sabah TNS-lə maçlarda hardasa 9.81 PPDA-dən istifadə etdi. Yəni rəqibə 9 pasa imkan verirdi ki, rəqibi intensiv təzyiqə məruz qoysun. Hardasa əgər Sabah buradadsa, rəqibi bu zonada pressing edirdi. Kupsa isə Vardarla maçlarda bu rəqəm 14 idi. Yəni Kups hardasa meydanın mərkəzinə gəlməyə qədər imkan verir və ondan sonra intensiv deməzdim, amma normal pressingə məruz qoyur. Bunun da anlamı odur ki, Kups sənə
öz müdafiəçilərin o 3-2-5-liyin build-up'ının o üçlü fazasında pressing etməyəcək, əgər hesabda geri deyilsə. Bu da Sabah üçün o anlama gəlir ki, Sabah öz hücumlarını sakit şəkildə başlaya bilər. Amma bəd xəbər ondan ibarətdir ki, nəzərə alsaq ki, birinci oyunda Bakıdadır. Nəzərə alsaq ki, Kups Bakıda həm heç-2, həm qələbəyə oynayacaq. Yəni iki nəticə Kupsun lehinə olacaq. Sabah TNS-dən daha elitar bir blok oynayacaq və o elitar bloku yarmağa bir qədər avanturizm və risk elementləri də əlavə etməlidir. Yəni TNS-lə maçdakı xüsusilə birinci hissədəki aşağı tempo burada Kupsun lehinə olacaq. Çünki Kups sakit şəkildə arxada oturaraq Sabahı əks hücumlarda tutmağa çalışacaq. Gəlin əvvəlcə başa düşməyə çalışaq ki, Kups Sabahı necə cəzalandıra bilər? Kupsun əlində olan silahlar nədir və Sabah bunları sonra necə neytrallaşdıra bilər? Bildiyimiz kimi Sabah xüsusilə sol cinahdan cinah yükləməsindən istifadə edir. Burada Puxaç yuxarı gedir və ona ikinci fazada Zedatka kömək edir. Yəni hər iki cinah yuxarı yüklənir. Burada əgər Puxaç bütün sol cinahı özlərinə götürürsə, cinah vingeri olan Maluda hardasa yarım cinaha keçir və Aleksey İsayev isə Mikels onlara uyğun olaraq mövqe adaptasiyası edirlər. Baxın, bu Kupsun ideal ssenarisidir. Çünki Kups topu ələ keçirən kimi həm mərkəz müdafiəçisi, həm də ki Qaskın vasitəsilə uzun toplarla bu cinahlara yerləşə biləcək. Həm yarım müdafiəçi, xüsusilə də Arma adlı futbolçusu var onların. Onun vasitəsilə inanılmaz ildırım sürətli əks hücumlara keçib Sabahı cəzalandıra bilər. Və burada maraqlı bir faktor ondan ibarətdir ki, Arma winger mövqeyində çıxış edir. Əgər komanda 4-3-3 formasiyasındadırsa və ya 4-2-3-1 formasiyasındadırsa, amma Arma ikinci hücumçu olur. Komandanın nominal hücumçusu olan Moreno adətən belə bir növ bağlantı futbolçusudur. Yəni ingiliscə bunu desək link-up oyunçusudur. O deməkdir ki, Moreno öz mövqeyini Arma ilə və Engvalla dəyişə bilir. Engval nominal olaraq 10 nömrə funksiyasını yerinə yetirir. Biz sadəcə sizi qarışdırmamaq üçün 4-4-2 veririk. Çünki formasiya 4-3-3 və ya 4-2-3-1 olsa da burada iki prinsip qorunur. Hücum fazasında 2 oyunçu olur və ortada 2 double pivot olur. Məsələn, gəlin epizodlara baxaq. Burada gördüyümüz kimi uzun top qapıçıdan gedir. Baxın, bildiyimiz direkt uzun birbaşa oyun və Arma sadəcə olaraq bu hədiyyədən istifadə edə bilmir. Digər epizod isə yenə də mərkəz müdafiəçisindən cinaha və bu dəfə Vardara qarşı komanda fərqlənə bilir. Armadan xüsusilə danışmaq lazımdır. Çünki Arma winger mövqeyində başlasa da çox tez-tez həm Moreno'nun yuxarı qalxması ilə, həm də Moreno kömək olaraq cərimə meydançasına girir və bu əslində Sabahın sistematik müdafiəsində, istənilən komandanın müdafiəsində xaos yaradır və Arma adətən bu xaosun bir nömrəli benefisiarıdır. Yəni bu xaosdan ilk faydalanan oyunçudur. Gəlin bir neçə epizoda xüsusilə Arma ilə baxaq. Baxın, burada o öz texnikasından istifadə edərək epizod yaradıb gol vurur. Burada isə dediyim o ən sevimli priyomu olan sol cinahdan içəri girərək gol vurur. Daha bir faktor isə Sabahın nizamıdır. Baxın, biz bayaqdan dedik ki, rəqibin hücum ikiliyi, hətta deyə bilərdik Engval da ora daxil etsək, hücum üçlüyü, Moreno, Arma və Engval, bu futbolçular mövqe rotasiyası edirlər. Mövqe rotasiyası etmək o deməkdir ki, müdafiə olunan komanda zonanı qorumaqla bu futbolçuları qorumaqda, neytrallaşdırmaqda çətinlik çəkə bilər və burada çox vacibdir ki, nizam-intizam problemləri yaranmasın. Nəyə görə mən deyirəm? Biz daima narahatıq ki, Sabah Avropada bir qədər hələ ki təcrübəli döyüşçü deyil və o təcrübəsizlik hardasa bizə baha başa gələ bilər. TNS-lə maçda, TNS xatırladaq ki, yəni səmimi deyək ki, o qədər də yəni Azərbaycan çempionatının ortalarında olacaq bir komandadır. Büdcəsinə görə və ümumiyyətlə komanda oyununa görə və oyun temposuna görə həm də. Lakin TNS-lə maçda belə Sabah 2 maça 4 sarı və 1 qırmızı vərəqə aldı. Burada çox vacib oyunçulardan biri Sabahda Steve Solvetdir. Solvet bir tərəfdən çox elitar topla irəli gedən, topu ayağında daşıyan futbolçudur. Digər tərəfdən çox yaxşı stoperdir. Amma təzyiq altında biz görmüşük ki, Solvetin təəssüf olsun ki, başı tez-tez gedir və o lazımsız follara əl atır. Bir faktı nəzərə alsaq ki, burada Solvetin müdafiə yoldaşı olan Nogueira artıq komandanı tərk edib və Solvet cəzadan qayıdır. Biz onu gözləyə bilərik ki, Steve Solvet bu maçda da əsas heyətdə yer alacaq, amma ümid edirik ki, Dambrausko Solvetlə xüsusi psixoloji iş aparacaq ki, bu maçda da əgər rəqib, baxın biz bunu artıq burada analiz edib görürük ki, belə mövqe rotasiyası edəndə, Solvet öz mövqeyini itirəndə həmən rəqibə qarşı qayda pozuntusu edib lazımsız vərəqələr almasın. İkinci maçda da xatırladaq ki, maçın əvvəlində Lepinice sarı vərəq aldı və sarı vərəq aldıqdan sonra 2 yarı fol etdi. Hanslardan ki, biri əgər hakimin bir növ əhval-ruhiyyəsi yaxşı olmasaydı və ya bir qədər kontakt daha sərt olsaydı, ikinci sarı vərəqə çevrilə bilərdi. Bu çox bağışlanılmaz bir səhv olar Sabah tərəfindən, çünki günün sonunda bizim dişimizə görə rəqibimiz var. Əgər Kups birinci maçı Vardarı səfərdə 2-0 məğlub edib bir qədər bizi narahat etdisə, ikinci maça biz 2 sürətlə baxdıq və gördük ki, Vardar bir qədər temponu artırdıqda Kups bununla çətinlik çəkir. Yəni uzun sözün qısası, indi biz Sabahın güclü tərəflərindən danışanda danışacaq ki, Sabah bu komandanı necə məğlub
edə bilər və bu komanda realistik olaraq bizim dişimizə görədir və bu komandanı biz məğlub edəriksə, ən azından konferans liqasında çıxışımızı təmin edə bilərik. Ona görə də deyə bilərik ki, Sabahın yeni tarixində bu ən fundamental maçdır. Gəlin indi Sabahın gücü tərəflərindən danışaq və başa düşməyə çalışaq ki, realistik olaraq Sabah nəyin vasitəsilə Kupsu məğlub edə bilər. Birinci rəqibi məğlub etməyin açarı hansısa bir cinahı intensiv tempolu oyunla yükləməkdir, xüsusilə sol cinahı. Çünki Finlandiya çempionatında da Wales çempionatından fərqli olaraq o lap ölü tempoya malik olmasa da o qədər də sürətli bir templə keçən çempionat deyil. Ona görə də Kupsun qabağına əgər intensiv pressingi plus hansısa bir cinahdan intensiv yüklənməni təmin etsək, Sabah Kupsun başına kifayət qədər ağrıda bilər. Misal üçün biz TNS-lə maçda gördük ki, sol cinahda üçlü Puxac, Maluda, Mikels bu epizodda necə fantastik şəkildə kombinə edirlər və gəlin Vardar Kups maçına gedək. Bu üçlüyün daha aşağı səviyyəli bir versiyasını Vardar edir və demək olar ki, Kupsla maçda fərqlənir. 2. Kupsun sağ cinah dayaq yarım müdafiəçisi olan Qaska qarşı birəbir oyun və oyun həlli. Belə ki, Qaska əgər sərbəst hərəkətə imkan verilsə, Qask çoxlu təhlükəli paslar atacaq. Adamın həm uzaq pasları, həm açar pasları, həm də ki, progressiv pasları çox yaxşıdır. Ona görə də Sabah ya zonanı qorumalıdır onun qabağında, ya da ki, ona qarşı Mikkelsi istifadə edərək və ya Simic istifadə edərək mümkün qədər qabağını almalıdır ki, təhlükəli epizodları neytrallaşdırsın və bu zaman əgər Qaskı sən blok edirsənsə və ya onun progresini qarşısına alırsansa, bu zaman Sabah Kupsu məcbur edəcək ki, yalnız primitiv uzun toplara müraciət etsin. Üçüncü isə əlbəttə ki, biz heç vaxt ağlımıza gəlməzdi ki, Azərbaycan klubuna belə bir kompliment deyə bilərik, amma standartlardan, ölü toplardan olan üstünlük. Burada da əlbəttə ki, Azərbaycan çempionatının ən sərrast assistenti olan Puxaçın sayəsindədir. Baxın, hər iki maçda TNS-ə qarşı Puxaç standartdan bir qol yaratdı. Bu ilk maçdadır, ikinci maçda isə Rəhman Daşdamirova belə bir uzaq dirəyə gözəl pas atdı. Və nəhayət dördüncü faktor psixoloji faktordur. Mən bayaq Sabahın nizam-intizamının və onun da diqqətli olmasından danışdım, amma digər faktor əlbəttə ki, Sabahın evini nə yıxa bilər? Əgər rəqib meydanda xüsusilə inanılmaz coşqulu bir azarkeş dəstəyi var. Baxın, Kup stadionundan oyunun fraqmentində gördüyümüz kimi bu Sabahın bir hissə oynayacağı qapının arxasıdır. Gördüyümüz kimi qapının arxasında konteyner var, onun arxasında isə hansısa tikinti gedir. Kups hardasa TNS-də olan bir azarkeş dəstəyinə malik olacaq. Yəni bu da bizə buradan gülməli gələ bilər, amma sən stadiona girəndə o stadionun sənə etdiyi təsir var da, müsbət və ya mənfi. Həmin o qorxu faktoru olmayacaq, çünki bu hardasa belə deyək, Azərbaycan çempionatında belə daha elitar stadionlar və daha coşqulu azarkeş dəstəyi var. Nəinki Finlandiya çempionatında, nəinki Kupsda. Bu da Sabah üçün əlavə bir üstünlük olacaq. Bizim oyundan gözləntimiz ondan ibarətdir ki, TNS-lə olduğu kimi Sabah səbirli şəkildə rəqibi dağıtmağa çalışacaq. Rəqibin avtobusunu deməzdim, hər halda müdafiə blokunu, bir növ 4-4-2-sini, orta blokunu aşağı otuzdurmağa və oradan epizodlar əldə etməyə çalışacaq. Dediyimiz kimi bir cinahı yükləyib sonra topu o bir cinaha ötürmək olar. Harda ki, həm Paris, həm də ki, Simic birəbirlərdə rəqibini keçib təhlükəli epizodlar yarada bilərlər. TNS-dən fərqli olaraq Sabah burada əlbəttə ki, həm nizam-intizamlı olmalıdır sarı kart baxımından, həm də daha yüksək intensiv templə oynamalıdır ki, rəqibin müdafiəsini dağıtsın. Və ona görə də biz ümid edirik ki, Bakıda yenə də konservativ, amma etibarlı oyun oynayaraq Sabah Finlandiya rahat hesabla gedə bilər. Siz necə fikirləşirsiniz? Sabah Kupsun da öhdəsindən gələrək Azərbaycan klublarının Avropadakı möhtəşəm çıxışını davam etdirəcək, yoxsa bu rəqib bir qədər təhlükəli olacaq? Fikirlərinizi şərhlər bölməsinə bildirməyi unutmayın. Videonu bəyənsəz, like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.